Dövlət İmtahan Mərkəzinin test toplusundan deməli intibah dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı 13-cü testin izahına baxaq. İntibah dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərdən biri doğrudur. Bu dövr ədəbiyyatımız yalnız ərəb dilində yaranırdı. Bilirik ki, 7-ci yüzillikdən 9-cu yüzilliyə qədər daha çox ərəb dilində, 11-ci əsrdən də 11-12-ci dönəmlər, hətta orta dövrlərdə belə ərəb və fars dillərində əsərlər yazılmağa başlayırdı. Ona görə A variantımız yanlışdır. Azərbaycan epik şeirinin tarixi 12-ci əsrdən başlayır. Epik şeir dediyimiz zaman biz poemalar nəzərdə tuturuq. Azərbaycan ədəbiyyatının ilk epik şeirimiz, yəni poemamız Əfsələddin Xəqaninin Töhfətli Raqeyn poemasıdır və bu 12-ci yüzillikdə yazılmış poemadır. B variantı doğru cavabdır. Bu dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfsələddin Xəqanidir. Görkəmli nümayəndəmiz əlbəttə ki, Nizami Gəncəvidir. Qətran Təbrizi Təbriz zəlzələsinə aid 2 poema həsr etmişdir. Poema deyil, sadəcə 2 mənzumə həsr etmişdir. Yanlışdır. Məsəti Gəncəvi ilk rübai və lüğət müəllifidir. İlk lüğət müəllifimiz deməli Qətran Təbrizidir və ilk rübainin yaradıcısıdır. Ancaq Məsəti Gəncəvi daha çox rübai ustadı kimi tanınır. 13-cü sualda doğru cavabımız B bəndi olacaq. 14-cü sualına davam edək. 11-12-ci əsrlərdə yaranan ədəbiyyatla bağlı yanlış fikri müəyyən edin. Ədəbi nümunələr daha çox hökmdarların mətninə həsr olunurdu. Deməli, doğrudur. Burada daha çox mətiyyələrlə məşhur idi bu dönəm. Ədəbiyyatı daha çox saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Doğrudur. Poeziyada tarixi hadisələrə, ictimai fəlsəfi məsələlərə də yer verilirdi. Doğrudur. Elmi ədəbiyyatın qarşılıqlı əlaqəsi söz sənətinin inkişafında xüsusi rol oynayırdı. Əlbəttə ki, doğru fikirdir. Dövrün bütün ədəbi nümunələri epik növdə yazılırdı. Burada bütün ədəbi nümunələr olduğuna görə yanlışdır. Çünki 11-12-ci yüzillikdə bizdə həm lirik, həm epik növ vardı və biz deyə bilmərik ki, bütün nümunələr epik növdədir. Orada lirik şeir parçaları yetəri qədər çox idi. 14-cü testdə Y variantı yanlış cavab olacaq.